Azərbaycan təhsil sistemində ağlagəlməz hadisə baş verib. Orta məktəb direktoru az yaşlı şagirdlərdən polisə şikayət edib. Bu da valideynlərin ciddi narazılığına səbəb olub. Azpolitika xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən 62 saylı məktəb liseydə baş verib. Valideynlərdən biri saytımıza bildirib ki, 7-8-ci siniflərdə oxuyan uşaqların nadinçliyi onları təəssüfləndirən və qəzəbləndirən sonluqla yekunlaşıb. Məktəbdə dərslər yekunlaşdığı günlərdə uşaqlar bizdən məktəbə ağ köynək və rəng aparmağa icazə istədilər. Bildirdilər ki, şagirdlər xatirə üçün əllərini rəngə boyayıb bir-birlərinin üzərinə köynəyinə vuracaqlar və köynəyi xatirə kimi saxlayacaqlar. Mərasim sinif otağında təşkil olunub. Nəticədə uşaqlar rəngi yerə, partalara töküblər. Müəllimlər, direktor Mətanət Cabbarlı valideynləri toplayıb narazılığını bildirdi. Biz də müəllimlər də uşaqları danladıq və sinif otaqlarını təmizlədik. Valideyn bildirir ki, hadisənin bitdiyini zənn etsələr də, sonraki günlərdə polisdən gələn zəng onları şoka salıb. Tələb edirdilər ki, uşaqları da götürün polis bölməsinə gəlin. Direktor sizin övladlarınızdan şikayətçidir. İzahat və təhqiqat aparılmalıdır. Biz bildirdik ki, az yaşlı uşaqların polis bölməsinə aparılması, izahat verməsi onlarda ciddi travma yaradar. Amma belə məlum oldu ki, direktor Cabbarlı uşaqların polis tərəfindən cəzalandırılmasında israrlıdır. O tez-tez zəng vurub polisə təzyiq göstərməyə cəhd edir. Daha ətraflı məlumatı azpolitika.info saytından əldə edə bilərsiniz.